Choose the correct sentence. Düzgün cümləni seçin. A variantında they didn't used to watch movies in 1990s. Biz burada xəbərin köməkçi feillə verilməsinə diqqət etsək, əgər did köməkçi feillə istifadə olunubsa, yəni cümlənin kara dəyişmiş isə, o zaman feilimizdəki id düşməlidir. Çünki iki köməkçi, yəni köməkçi feillə əsas feilin eyni anda keçmiş sadə zamanda ard-arda yazılması doğru deyil. İdiyə əsasən A variantı səhvdir. B variantında it's important to come to lessons on time. Vaxtında dərslərə gəlmək vacibdir. Biz burada diqqət etsək, it is important to come, yəni ki, sifətdən sonra to feilin istifadəsinə görə B variantı bizim doğru cavabımızdır. C variantında they used to play football in their childhood. Used to play olmalıdır. Yəni uşaqlığında onlar futbol oynayardı kimi used to ifadəsindən istifadə olunur. D variantında it's not good eating a lot of fast food. Çoxlu demək istəyir ki, əlüstü yeməklər yemək yaxşı deyil. Əslində tərcümə baxımından doğru olsa da qrammatik cəhətdən səhvliyimiz nədir? Sifətdən sonra qeyd etdik ki, to-lu feil istifadə etməliyik, yəni məstər olmalıdır. Burada isə ing-li feil istifadə olunduğu üçün səhvdir. Eləcə də Y variantında it is difficult learning a new language, yeni dili öyrənmək çətindir. Yenə biz difficult sifətindən sonra to-lu məstər istifadə etməliydik. Burada isə ing-li feil olduğu üçün yanlışdır. Qrammatik cəhətdən doğru cavabımız B variantında göstərilmişdir.